Salamünaleyküm, hər birinizi xoş gördük. Yeni bir videomuzda sizlərlə birlikdəyik. Videomuza başlamazdan öncə sizlərdən xahişim videolarımızı bəyənib paylaşmağı, öz fikirlərinizi bizlə bölüşməyi unutmayın. Hər kəsə dəstəyi üçün təşəkkür edirəm. Artıq gün batır. Keçilərin burada bir dənə yaxşı xam yer var. Keçilər gətirmişik bu xama. Bu da bizim bu il aldığımız Alpin damazlıqdır. Tam Alpin deyil. Onun anası Alpin Sanən mələzi idi. Dədəsi təmiz Alpin olubdur. Bu da 75% Alpindir. 25% də Sanəndir. Bir balaca bunun inkişafı qənaətbəxş olmayıb hələ. Amma ümidimizi itirmirik. Deyirik ki, bu daha yaxşı olasıdır. İlk başlarda bunun biraz baxımı zəif oldu. Ona görə inkişafdan biraz qaldı bu. Amma hələ bunu biz gələni qatmağı planlaşdırdığımıza görə yenə də pis deyil. Rəngi daha yaxşı tündləşdi. İndi təmiz, belə deyim də, Alpinə daha yaxşı bənzəyir. Rəngi tündləşibdir. Buynuz quruluşu, nə bilim, bu Alpinin o deyilən təsvirləri bunda var. Pis deyil. Bu da bizim Alpinimizdir. Tam saf olmasa da ən azından buna da şükür. İnşallah sağ-salamat şəkildə böyüdə bilərik. Ondan sonra bu il olan dişi çəpişlərə sağlıq olsun. Gələnlə onu qatmağı planlayıram. Görək. Keçilərdə burada naz eləyirlər. Mütləq bunlar qaçıb gedib digər yerlərdən ot qopartmalıdırlar. Yəni keçinin xasiyyəti budur. Keçi bir yerdə otlasa biraz yaxşı qəbul olunmur, yəni keçinin anlayışından. Demək, bugün nədən danışmaq istəyirəm? Baxın, burada gördüyünüz bu qara bizim mursiyanamızdır. Bunun yelinin biri düşdü. Tikanlı məftil batdı ona. 2 il bundan əvvəl mursiyana aldıq. Bir burada bu çəpiş var idi altında. Mursiyana yerli mələzi. Bir də bu gedən qara var idi. 2 dənə də ana keçi idi. Bir dənə də erkək bala var idi istərində. Ana keçilərin birini həmən il aldığımız ilin qışında saxlayamadıq, öldü. Həsə dözmədi, uyğunlaşmadı. Digər də bu yaz pasteryozdan getdi. Onlardan geri bu 2 dənə xatirə qalıb. Bir dənə də erkək balası, bu ilkin erkək balası qalıbdır. Digərləri artıq yoxdular. Demək, sizinlə nəyi bölüşmək istəyirəm təcrübəyə əsasən. Bilirsiniz ki, bu mursiyana İspan sortudur. Azərbaycana bir 5 il zad bundan əvvəl gətirilibdir. İspaniyada Mursiya, bir də Granada keçisinin mələzlənməsindən ortaya çıxarılan əsasən pendir istehsalı üçün daha effektli olan cinslərdən biridir. Çünki südünün yağıllığı daha yuxarıdır. Ona görə də Azərbaycana bunu dövlət xəttindən gətirdilər, subsidiya ilə verdilər, yayıldı. Biz də bunu nə elədik? Gətirdik, keçən ilki o erkəyi qatdıq keçilərin içinə. Bir dənə də Sanən təkə qatmışdıq. Düzdür, erkək balaca bir şey idi. Amma gəldi bizim dişi çəpişlərin bir 80% həmin erkəkdən düşdü. Və burada gördüyünüz bizim köyərlər ki var. Bəziləri bala verdi. Bax, biri bu qırmızı çəpişdiyinə, bu sarı çəpişdiyinə bala verdi. Buradakı bu sarı çəpişdiyinə bala verdi. Bunların hamısı gəldi mursiyanadan düşdü. Və mursiyanadan düşdüklərinə görə də, baxın, burada gedən bu qırmızı, o keçinin yanında gedən bu 2 dənə sarılar, o qabaqda gedən, buradakı bax bu. Bunlar hamısı mursiyanadan düşənlərdir. Bunun özü Sanən mursiyana mələzidir. Bunlar mursiyanadan düşdüklərinə görə bunların boyu balaca qaldı. Əslində balaca qaldı deməyək, mursiyana keçisinin boyu o qədər olur. Azərbaycana gətirilən mursiyananın 2 forması var. Biri daha hündürdür. Azərbaycana gətirilənlər daha çox balaca mursiyana cinsidir. Ona görə də bunların boyu balaca qaldı. Və buradan bizim bu mələzlənməmizdən alınan nəticə süd verimləri pis deyil. Çəpişdiklərinə belə süd verimləri pis deyil. Qənaətbəxşdir.
Amma boy olaraq balaca qaldılar və nəticə etibarından biz bunu deyə bilərik ki, Mursiyananın təkəsini sanənə və ya hələbə qatmaq o qədər də effektli deyil. Bax, bizim buradakı qırmızı hələbimiz, bunun keçənki bir balası var, erkək, Mursiyanadan düşmə. Həmin o erkək bala yaş yarımındadır. Bu ilki çəpişlərdən fərqlənmir, yəni hətta bəzilərindən balacadır. Bu yekəkdə keçinin balası gəldi, o çəpişlərdən daha balaca çıxdı. Buradan da bu nəticəyə gəlirik ki, Mursiyananı sanənə və hələbə qatdıqda alınan balalar ciddi şəkildə balaca olur. Bax, burada bizim bir dənə bu var. Bax, bu buynuzdur. O da onun balasıdır. Çəpişliyinə bala veribdir. Bax, bu. Bunun atası sanəndir, anası Mursiyanaydı. Bu ən balacaları içərisində çəpişliyinə bala verdi. Amma inkişaf olaraq digərlərindən biraz daha fərqlidir. Ona görə Mursiyanaya hələbi və ya sanəni qatmaq daha sərfəlidir. Nəinki Mursiyananı hələb və ya sanənə qatmaq. Nə baxımdan yaxşı deyil? Boy baxımından. Çünki Azərbaycanda bu günləri mən burada sizə göstərdiyim bu küərləri kiməsə satmaq istəsəm, desəm ki, bu küər yaş yarımındadır. Adam deyəsi ki, qardaş, mənlə mırt vurmada, yəni bu yekəkdə, yəqin ki, bu ilin çəpişidir, nə bilim, 3-4 ayında təkkə gəlibdir, sonra da bala verib deyər. Və yaxud da ki, bu bala verməyənləri deyər ki, bunlar bu ilin çəpişləridir. Ona görə insanları bəzi inandırmaq çətindir. Bax, bunun özü, bunun anası ən yeşəkçilərdən biridir. Bu arxadakı onun balasıdır. Çəpişliyinə bala verdi. Bunun özü, məsələn, boy çox böyümədi, çünki dədəsi Mursiyanadır. Ona görə nəticə olaraq deyə bilərəm ki, Mursiyana keçisini sanənə və hələbə qatanda doğulan balalar həqiqətən balaca olurlar. Yəni, biz bu çəpişləri indi belə fikirləşə bilər ki, bəziləri əgər boy çıxmayıb, yəqin ki, bunlar nə bilim süddən yanıq qalıbdır, baxımı yaxşı olmayıbdır. Keçən il bu çəpişlər 4 ay analarının südünü əmiblər, 4 ay. 2 aylarından da düz 1 yaş 2 ayına qədər, yəni paşti 1 ildə bunlar yeməyiblər, dayanmadan, fasiləsiz olaraq. Yəni, bunların baxımı ən yüksək səviyyədə olub, amma digər ki, boy atmaya gələndə boy atmadılar. Çünki dediyim kimi, dədələri Mursiyan olduğuna görə Mursiyan da ən balaca keçi cinsidir. Düzdür, südü ən yağlı olandır. Azərbaycanda nə qədər effekt verdi, onu bilmirəm. Məsələn, bizdə şəxsən onu deyə bilərəm ki, təmiz Mursiyana effekt vermədi. Çünki həm tükü çox nazikdir, ağza qanad ona imkan vermir, həm doğulan balaları daha zərifdir onun, dözümlüyü biraz daha aşağıdır, öz təcrübəmlə deyə bilərəm. Amma mələz deyəndə, mələz alınan balalarının görünüşü məni qane eləyir. Bu il çəpişliyinə bala verdilər, süd verimi məni qane eləyir. Digər ki, boy baxımından, yenə deyirəm, sabahları bunu kiməsə satmaq istəsəz, baxın, buradakı, bu. Bunlar Mursiyanalardır. Yəni, 50% Mursiyanadır. Bunların boyu həqiqətən çox balacadır. Yəni, bunları indi mən gedib kimisə insanlara desəm ki, bunlar yaş yarımlıqdır. Bu il artıq sentyabrda bunlar tam təkkə getməlidirlər, hansılar ki, doğmayıblar. Yəni, insanların biraz qəbulənməyə çətin olacaq ki, yaş yarımında bu böyüklükdə heyvan olar, yəni. Satmaq bunu biraz daha çətin olar. Baxmayaraq ki, bu cinsdir, nə bilim, bu qədər süd verə bilər, bu qədər nə eləyə bilər. İnsanlar bunu bizdə belədir, bizdə daha çox onun boyuna, puxununa, görünüşünə baxırlar. Yəni, yaş yarımlıq bir küər deyəndə daha böyük, daha belə cüssəli, daha yaraşıqlı bir şey təsvir edirlər. Mənim üçün boy o qədər vacib deyil. Heyvanın əsas məhsuldarlığıdır. Amma indi bu mənim fikrimdir da, yəni digər insanların fikrinə gələndə onlar üçün bəzən boy daha vacib ola bilir. Ona görə mən təcrübə əsasında deyə bilərəm ki, Mursiyana keçisinə sanəni qatmaq ən idealıdır, əgər mələzləmək istəsəz. Hələbi qatanda biraz doğum riski ola bilir, çünki hələbin balası böyük olur. Biz bu il qatdıq, onunla Allaha şükür qarşılaşmadıq. Düz 2 dənə cəm Mursiyana var idi. Onu bəlkə də indi sayı çox olsa problemi ola bilərdi. Amma sanəni qatanda heç bir problem olmur. Mursiyana təkəsini hələbə və ya sanənə qatmaq, yenə deyirəm, boyunu çox qısaltdığına görə mənim fikrimcə məsləhət deyil.
Amma indi kimsə deyər ki, mənim üçün də boy vacib deyil, əsas o da onun məhsuldarlığı artsın, nə bilim belə və s. və ilə axır. Onda nəticəsi buradadır, yəni onu demək istədim. Bu da bizim alpinimiz. Görək bunu neçə vaxtı çıxartmamışdım, biraz səhv elədim, gec çıxartdım. Erkək çəpişlərin içində idi, içəridə qaldı. Bəlkə o da biraz inkişafını geri saldı bunun, havalar isindi. İndi bunu 1-2-3 gündə çıxartmışam, keçilərə öyrəşsin deyə. Bu da keçilərdən daha çox mənlə vaxt keçirir. Keçilərə öyrəşməyibdi. Amma yavaş-yavaş alışır. Otlamağıza da başladı. Çünki quru ot yedin deyənə kimi. Ümid edirəm ki, gözəlləşər. Yəni, mənim fikrimcə yaxşı bir tək olasıdır. İndi zaman göstərəcək onu. Kim idi bir qardaş keçən dəfə bunu ilk dəfə paylaşanda yazmışdı ki, bunların əlini üz təkə olan deyil. İndi görək də gözləyirik. Ya bu qovurma olasıdır, ya da damazlıq olasıdır. İndi onun zaman göstərəcək inşallah. Keçilər də burada, bu qamış bunların ən sevdiyi yeməkdir, yəni. Ən xoşladıqları şeydir. Burada da qəşəng bu qamışlıqlar var. Burada da gün batımında günə baxanlar qəşəng artıq çiçəkləməyə başladı. Buralar hamısı günə baxandır. Gün batımında gözəl bir mənzərəsi var. Bu günlük bu qədər. İnşallah növbəti videolarda görüşərik. Allah amanında.